Təsəvvür edin. Siz 1993-cü ilin iyun axşamında Gəncə şəhərindəki qərargahlardan birində oturmuş zabitsiniz. Və siz anlayırsınız ki, növbəti səhər ölkənin tarixini dəyişəcək əmr verəcəksiniz. Amma bu otaqda oturan 12 nəfərdən biri, yalnız biri, sizin arxanızdan xəncər sancacaq. Siz onların üzlərinə baxırsınız. Hər biri and içib ki, sona qədər sizinlədir. Hər biri döyüşlərdə qanını töküb. Hər biri ailəsindən daha yaxındır sizə. Amma ertə gecə, dövlət çevrilişinin ən kritik anında bu 12 nəfərdən biri telefonu götürüb Bakıda oturan birinə deyəcək: hərəkət başlayıb, sürət orduları cəmləşdirir, sizə 3 saat vaxt qalır. Bu xəyanət kim tərəfindən edildi? Heç vaxt bilmədilər. Amma o telefon zəngi bir adamın ömrünü, ömürlük həbsə aparacaq sirlərin zəncirinə ilk həlqə oldu. Və bu sirləri anlamaq üçün bizə geri qayıtmalıyıq. Qoyun torpaq sıralarına, yum ambarlarına, quru rayonlara, harda bu adamın gələcək imperatoru üçün temel qoyuldu. 1984-cü ildə Şəki rayonunda. Harda dağlar, Böyük Qafqaz silsiləsinin qədim xətləri boyunca uzanır. Və burada havanın tərkibi belə 1000 illik yun ticarətinin iyini saxlayır. 25 yaşında bir kişi hər səhər saat 6-da ayılıb yum tədarükü idarəsinə gəlirdi. Onun adı Sürət Davudoğlu Hüseynov idi. Və əgər siz o dövrdə bu binaya girsəydiniz, görmüş olardınız ki, adi yun sıralayan vəzifəsində işləyən bu adam əslində çox daha mürəkkəb şeylə məşğul idi. O, yunu yalnız sıralamırdı. O, Sovet sisteminin çürüməkdə olan bədəninin içərisində gizli valyuta axınının mexanizmlərini öyrənirdi. Hər yük maşını Azərbaycanın dağ kəndlərindən çıxarılıb İrana, Türkiyəyə, bəzən də daha uzaq bazarlara gedən yun məhsulları daşıyan hər yük maşını Sürətin beyninə bir məlumat parçası əlavə edirdi. Hansı marşrutlar işləyir? Hansı sərhəd keçidləri bağlıdır, amma əslində gecə açıqdır? Hansı gömrüşçülər neçəyə razılaşır? Ölkə azlıq çəkirdi. Bunu demək üçün statistika lazım deyil. Kifayətdir xatırlayasan 1992-ci ilin Bakı dükanlarının boş rəflərini. Harda çörək növbələri səhərdən axşama qədər uzanırdı və insanlar kartlarla ərzaq alırdı. Amma Şəkidə, həmin yun ambarında başqa bir iqtisadiyyat var idi. Qara bazar iqtisadiyyatı. Harda hər yun çuvalı dollar ekvivalentinə çevrilirdi və bu dollarlar öz növbəsində tank, silah, döyüş texnikası gətirə biləcək əlaqələrə çevrilirdi. Sürət Hüseynov bu sistemin daxilində yox, bu sistemin üstündə durmağı öyrənmişdi. O sadəcə icraçı deyildi. O gedən hər yük partiyasının geolokasiyasını, hər valyuta axınının istiqamətini yadda saxlayırdı. Və 1992-ci il Qarabağ müharibəsi başlayanda bu təcrübə ona rəqibləri olmayan güc verdi. O bilirdi ki, necə beynəlxalq bazarlardan silah ala, necə onu kontrabanda şəbəkələri vasitəsilə Azərbaycana gətirə, necə könüllü dəstələri təmin edə bilərsən. Ancaq bu suallara cavab tapmaq üçün kim ona bu bilikləri verdi? Kim ona arxasında durdu? Kim onun Şəkidəki yun sıralayan adi fəhlədən polkovnik və sonra baş nazirə qədər yüksəlməsinə mədəd etdi? Bizə daha dərin qazmaq lazımdır. Və cavablar çox rahatsız edicidir. Çünki sürətin qaldırılması təsadüfi deyildi. O, uyğun insanlar tərəfindən, uyğun məqsədlər üçün yetişdirilmişdi. Və bu məqsədlər heç vaxt dövlət mənafeyinə xidmət etmir. Yalnız çox dar, çox təhlükəli qrupun mənafeyinə xidmət edirdi. Kim bu qrupu təşkil etmişdi? Və kim bilirdi ki, Sürət Hüseynov yalnız alət olacaq, hansı ki, istifadə edildikdən sonra atılacaq? Kim fayda götürdü? Bu tarixdə ən qədim və ən dürüst sualdır. Çünki hər böyük xaos, hər dövlət çevrilişi, hər qanlı müharibə arxasında daim bir adam var və ya bir qrup adam var.
hansı ki xaosdan qızıl hasil edir, ölümdən sərvət qurur, ümidsizlikdən hakimiyyət alır. 1993-cü ilin iyunundan sonra Sürət Hüseynov Gəncədən Bakıya ordu aparanda və paytaxtdakı hakimiyyət quruluşunu sarsıdanda bir siyahı var idi. Siyahıda adlar, biznes strukturları, ofşor hesabları və hər bir mövqe göstərirdi ki, kim uduşda idi. O siyahı heç vaxt ictimaiyyətə verilmədi. Amma onun kənarları, onun fraqmentləri 1999-cu ildə məhkəmə prosesində Etibar Nəbiyevin sədrlik etdiyi Birləşmiş Məhkəmə kollegiyasında ortaya çıxdı. Ekspertlərdən biri, iqtisadiyyat üzrə şahid, ifadə verərkən dedi: "Əgər biz təkcə Gəncə hadisələrindən əvvəl və sonra kapital axınını təhlil etsək, görərik ki, müəyyən neft strukturları, müəyyən tikinti şirkətləri, müəyyən valyuta dilerləri qeyri-adi sürətlə varlandılar." Bu sözlər protokola düşdü, amma heç vaxt davası açılmadı. Çünki o strukturların arxasında duranlar yeni hakimiyyətin özü idi və hakimiyyət özünü məhkəməyə vermir. Gəlir rəqəmlərə baxaq. Əlbəttə, rəsmi rəqəmlərə deyil, çünki onlar yoxdur. Amma təxmini hesablamalara, hansı ki, keçmiş Maliyyə Nazirliyi işçiləri və müxalifət iqtisadçıları 1999-cu ildən sonra yayıblar. 1992-ci ildə Azərbaycanın orta əmək haqqı ayda təqribən 4-5 min manat idi ki, bu təxminən 15-20 dollara bərabər idi qara bazar məzənnəsi ilə. 1993-cü ildə Sürət Hüseynov baş nazir vəzifəsinə gələndə, hökumət qərarları ilə müəyyən şirkətlərə neft və qaz hasilatı lisenziyaları verildi və bu lisenziyaların bazar qiyməti o zaman 15-20 milyon dollar idi hər biri. Sadə riyaziyyatdır. Bir lisenziya Azərbaycanın orta sakininin 25 min il əmək haqqına bərabərdir. Ancaq lisenziyalar yalnız başlanğıc idi. Əsl pul axını müharibənin özündən gəlirdi. Döyüş texnikası alqı-satqısı, tanklar, BTR-lər, silahlar, patron qablaşdırma partiyaları. Bunların hamısı qara və boz bazar sxemləri ilə idxal olunurdu və hər kontraktın marja faizi %50 ilə 100 arasındaydı. Məsələn, bir tank, hansı ki Rusiya hərbi bazasından rəsmi satış qiyməti 60 min dollar idi, Azərbaycana 150 min dollara gələ bilirdi. Fərq hardadır? Vasitəçilərdə. Kimləri heç vaxt rəsmi müqavilələrdə göstərilmir. Bu vasitəçilər kim idilər? Dəqiq məlum deyil. Amma hər birinin arxasında birbaşa və ya dolayı şəkildə hakimiyyət strukturuna bağlı adamlar durmuşdu və onların içərisində Sürətin öz komandası da var idi. İndi təsəvvür edin. Siz Azərbaycanda yaşayan adi ailə başçısısınız 1992-ci ildə. Sizdə aylıq 15 dollar var və siz hər gün düşünürsünüz ki, sabah ailənizə çörək necə alacaqsınız? Həmin vaxt birilər şəhərinizin yaxınlığında bir əməliyyatdan 100 min dollar qazanır və bu 100 min dollar gizli hesaba köçürülür. Harada o, ofşor şirkətlər vasitəsilə dövriyyədən çıxarılır. Siz bunu bilmirsiniz. Heç kim sizə demir. Amma sizin yoxluğunuz və onların zənginliyi eyni sistemin iki üzüdür. Aşağıda siz açsınız, yuxarıda onlar doymuşdu. Və sistemi elə qurublar ki, yuxarıdakı pul aşağıya heç vaxt enməsin. Sürətin Gəncə qiyamı bu qapını açdı. Qədim hökumətin dağılması yeni hakimiyyət qrupunu gətirdi. Və yeni hakimiyyət qrupu ilk iş olaraq iqtisadiyyatın əsas damarlarını, neft, qaz, valyuta, silah ticarəti öz nəzarət altına aldı. Sürət bu prosesdə hansı rol oynadı? Rəsmi versiyaya görə o baş nazir idi. Hakimiyyətin ikinci adamı. Amma Qeydar Əliyevin xatirələrində 1994-cü ildə bir söhbətdə dediyi bir cümlə var. Sürət çox şey başa düşmürdü. O yaxşı əskər idi, amma dövlət idarəsinin mexanizmlərini bilmirdi. Əgər bu doğrudursa, onda sual yaranır. Kim bilirdi? Kim Sürətin arxasında dayandı və ona dedi ki, nə etsin? Cavab gözlədiyimiz adamlar heç vaxt danışmayacaqlar. Amma biz onların izlərini görürük
və bu izlər bizi çox qaranlıq bir nəticəyə aparır. Sürət Hüseynov istifadə edildi, sonra atıldı və bu xəyanət onun haqqında deyil, onun arxasında duranların haqqında çox şey danışır. Xəyanət heç vaxt təkcə bir addım deyil. Xəyanət həmişə zəncir prosesdir. Əvvəl inam yaradırsan, sonra güvənc yığırsan, sonra ən kritik məqamda arxadan vurursan. Sürət Hüseynovu düşünəndə biz tez-tez onun taleyini fərdi faciə kimi qəbul edirik. Bir polkovnik, bir baş nazir, bir ömürlük məhkum. Amma həqiqət daha böyüdü. O mərkəzdə dayanan kişi değildi. O pərdə idi. Arxasında başqaları oyun oynayırdı. Və onlar oyunu bitirdikdə pərdəni yandırıb getdilər. 1993-cü ilin iyunundan oktyabr 1994-ə qədər 16 ay. Çox qısa müddət. Ancaq bu 16 ayda Azərbaycanın iqtisadi strukturu tamamilə yenidən quruldu. Köhnə nomenklaturanın adamları itirdilər. Yeni adamlar yerləşdirildilər. Ən gəlirli sektorlar yeni ellərə keçdi. Bu, zaman cədvəli baxımından qeyri-adi sürətdir. Və bu sürət göstərir ki, təsadüfi deyildi, plan var idi. Planın mərkəzində sürətin rolu sadə idi. O, ordu ilə gəlməli idi. Qorxu yaratmalı idi. Köhnə hakimiyyəti dağıtmalı idi. Sonra yeni hakimiyyət özü gəlməli idi və sürəti təmizləmək məsələsi qalmalı idi. Oktyabr 1994-cü il xüsusi təyinatlı polis dəstəsinin qiyamı zamanı Qeydar Əliyev açıq şəkildə sürətin müqavimətində ittiham etdi. Nəticə sürətli oldu. 7-sində oktyabrda Milli Məclis onun istefasını qəbul etdi. 30-da oktyabrda Milli Qəhrəmanlıq unvanından məhrum edildi və növbəti illərdə o, gizlənmə rejimində Rusiyada yaşadı. Ta ki, 1997-ci ildə ekstradisiya baş verdi. Burada çox maraqlı faktlar var. Birinci, Sürətin kabinetində baş nazir olarkən son ayında bir neçə dəfə kimlərinsə gizli görüşləri keçirdi. Bu görüşlərin protokolları yoxdur. İştirakçıların siyahısı yoxdur. Amma onun müavinlərindən biri sonradan mətbuata verdiyi müsahibədə 1999 qəzet adı açıqlanmayıb, dedi. Sürət son günlərdə çox gərgin idi. Sanki başa düşmüşdü ki, ona tələ qurulur. İkincisi, 1994-cü ilin sentyabrında Sürətin Gəncə qərargahında bir yığıncaq oldu. Harda onun yaxın adamları 12 nəfər dövrə əyləşib müzakirə etdilər ki, Bakıdakı vəziyyət necə inkişaf edir. Heç bir stenoqram yoxdur. Amma o gecədən sonra qərargahdan kimsə bir telefon etdi. Və telefon məzmunu bilinmədən necə, növbəti gün Bakıda müəyyən dairələrə çatdı. Bu klassik xəyanət sxemidir. Daxildən açar. Sürət heç vaxt bilmədi ki, kim etdi. O, son günlərində Gəncə mühafizə qərargahında ətrafdakıların hamısına şübhə ilə baxırdı. Amma düşməni tapamadı. Çünki düşmən çox yaxşı rol oynayırdı. Üçüncüsü, Rusiyada gizlənmə dövründə Sürətin maliyyə vəziyyəti. Rusiya mətbuatında 1996 ilində kiçik bir qeyd var idi. Qəzet Kommersant, tarix müəyyən deyil, arxiv parçası. Azərbaycanlı keçmiş baş nazir Moskvada orta səviyyəli mənzildə yaşayır. Gəlir mənbəyi bəlli deyil. Amma nə lüks həyat, nə aclıq əlamətləri yoxdur. Bu nə deməkdir? Deməkdir ki, kimsə onu maliyyə təmin edirdi və bu kimsə Rusiyaya pul köçürə bilən gücdə idi. Buna görə, Sürət Rusiyaya qaçanda o tək deyildi. Arxasında sponsor var idi. Hansı sponsor? Və niyə bu sponsor sonra onu Azərbaycana ekstradisiya olunan vaxt qorumadı? Cavabı bilmirik. Amma ən sadistik versiya budur. Sponsor əvvəldən bilirdi ki, Sürət geri qaytarılacaq və cəzalandırılacaq. Və sponsor bunu istəyirdi. Çünki Sürətin həbsi sirlərin yox olması deməkdir. Həbsxanada insanlar danışmır. Çünki danışsalar, ömürlük müddət artırlar. Sürət 1999 ilinin fevralında ömürlük həbs aldı
və Qubadlı həbsxanasında 5 il oturdu. Həmin 5 il içində o, kabinetində baş nazir kimi nələr görübsə, hökumət daxilindəki hansı maliyyə sxemləri, hansı qərarlar, hansı xəyanət planlarından xəbəri varsasa, hamısı onunla birgə həbsxanada qaldı. Buna görə ekstradisiya və məhkəmə sürətin cəzası deyildi. Onun susması idi. Bir insan var, kim bu hekayəni başdan başa bilir. Bu adam sürətin özü ola bilməz. Çünki o, 1023-cü ilin iyulunda İstanbulda mədə qanaxmasından öldü. Bu başqa kimsə ola bilər. O 12 nəfərdən biri, kim hələ də sağdır, kim hələ də Azərbaycanda yaşayır və kim hər axşam yuxuya gedəndə bilir ki, o bir ölkənin tarixini dəyişən xəyanətin başında dayanmışdı. Bəlkə o, bu sirri öz qəbrinə aparacaq. Yoxsa bir gün danışacaq? Mən hələ də gecələr oyanıram və onu görürəm. 1992-ci ilin payız günü, Ağdərədə. Biz xəndək qazırdıq və Sürət bəy gəlib bizə baxdı. Əlində xəritə var idi. Üzü toz torpaqla örtülü idi və o bizə dedi: "Bu gecə buradan çəkilməyəcəyik. Ölsək də qalacağıq." Mən ona inandım. Hamımız inandıq. Və o gecə biz qaldıq və 36 nəfərimizdən 14 nəfər səhərə qədər yaşaya bilmədi. Bu sözləri deyən kişinin adı Elşən Məmmədovdur. Keçmiş Riyadovoy. İndi 54 yaşında, Sumqayıtda yaşayır. Əlləri hələ də titriyir 31 il sonra. O, 1023 ilində ilk dəfə kamera qarşısında danışmağa razı oldu. Çünki deyir, artıq vaxtım az qalıb və mən istəyirəm ki, insanlar bilsinlər. Sürət Hüseynov bizim üçün Allah idi. Biz onu sevirdik. Biz ona canımızı verirdik. Amma sonra biz başa düşdük ki, biz onun üçün yalnız rəqəm idik. Hər birimiz bir statistika. Hər ölüm bir hesablamada bir xətt. Elşən danışanda üzünü əli ilə örtür və göz yaşları barmaqları arasından süzülür. Və bu göz yaşları 31 il qabaq xəndəkdə ölən 14 nəfərin xatirəsi deyil. Bu göz yaşları daha dərin bir acının, aldanmış inamın acısının nişanəsidir. Hər müharibənin arxasında rəqəmlər var. Neçə ölü, neçə yaralı, neçə məğlub, neçə uduş. Amma rəqəmlərin arxasında insanlar var və insanların arxasında hekayələr var. Və hekayələrin arxasında bir həqiqət var ki, heç bir rəsmi mənbə sizə deməyəcək. Sürət Hüseynovun ordusu 1992-ci ildə yarananda o könüllülərdən toplanmışdı. İlk günlər gəncləri cəzb etmək asan idi. Vətən təhlükədə idi. Düşmən ölkəyə girib torpaqları işğal edirdi. Hər kişi özünü vətənpərvər hiss edirdi və gedib silah götürürdü. Amma 3 ay sonra könüllülər tükəndi. Ölüm xəbərləri kəndlərə, şəhərlərə yayılırdı. Analar oğullarını saxlamağa başladı. Ailələr gənc kişiləri gizlətdi və onda Sürət başqa metod tətbiq etdi. Məcburi yığım. Bu, qanunla rəsmiləşdirilməmiş məcburi yığım idi. Bu, Gəncə və ətraf rayonlarda onun öz qüvvələrinin keçirdiyi reydlər idi. Harda hər 18-40 yaş arası kişi götürülüb qərargaha aparılır, 3 gün müddətində minimal təlim keçir, sonra cəbhəyə göndərilirdi. Elşən Məmmədov da belə götürülənlərdən biri idi. Mən 1992-ci ilin noyabrında Gəncədə bazarda kərpiç satırdım, evimə pul aparmaq üçün. 2 uniforma geymiş adam gəldi, sənədimi soruşdu. Dedilər bizimlə gəl, 3 saatlıq söhbət. Mən 3 ay qayıtmadım. Ailəm bilmirdi mən diri, yoxsa ölü. Təsəvvür edin. Siz səhər ailənizdən ayrılırsınız. Düşünürsünüz axşam qayıdacaqsınız və qayıtmırsınız. Sizin başınıza nə gəldiyini yaxınlarınız bilmir. Sizi kimin apardığını, haraya apardığını, nə üçün apardığını heç kim izah etmir. Siz özünüzü xəndəkdə tapırsınız. Əlinizdə avtomat silah, qarşınızda naməlum düşmən, yanınızda naməlum döyüşçülər və sizə deyirlər, bu gecə buradan çəkilməyəcəyik. Siz seçim etməlisiniz. Ya döyüş, ya ölüm, ya arxa çevirmə.
Amma arxa çevirmə də ölümdür. Çünki arxadan özünüzünkilər vurar. Buna görə siz döyüşürsüz. Və siz döyüşdükdən sonra, əgər sağ qalırsınızsa, sizə deyirlər, sən qəhrəmansan, sən vətəni xilas edirsən. Amma siz özünüzü qəhrəman hiss etmirsiniz. Siz özünüzü tələyə düşmüş hiss edirsiniz. Və bu hiss heç vaxt keçmir. Ömürlük sizdə qalır. Hər gecə yuxunuzda canlanır. Gəncədə Sürət Hüseynovun keçmiş qərargahının binasının yaxınlığında kiçik bir qəbristanlıq var. O qəbristanlıqda 24 məzar var. Hamısı 1992-93 illərində öldürülmüş əskərlərin məzarlarıdır. Məzarların 16-sında ad yazılıb, 8-ində yazılmayıb. Yalnız tarix yazılıb. Bilinməyən döyüşçü 1992. Bu 8 bilinməyən nə deməkdir? Bunlar elə insanlardır ki, onları götürüb aparmışdılar, döyüşə göndərmişdilər, öldürülmüşdülər. Lakin cəsədlərini tanımaq mümkün olmamışdı. Bəzən artilleriya zərbəsindən, bəzən yanmaqdan, bəzən sadəcə heç kim onları tanımaq üçün gəlməmişdi. Onların ailələri 10 il, 20 il, 30 il gözlədilər ki, bəlkə oğulları, qardaşları, ərlər qayıtsın. Heç vaxt qayıtmadılar. Və dövlət onlara heç vaxt rəsmi cavab vermədi. Elşən Məmmədov deyir, mən hər il o qəbristanlığa gedirəm və 8 bilinməyəni ziyarət edirəm. Çünki bilirəm ki, onlardan biri mənim yerində ola bilərdi və heç kim məni də tanımayacaqdı. İndi sual. Sürət Hüseynov bu insanların taleyindən xəbərdardırmı? Bilirdimi ki, onun əmri ilə aparılan gənclər ailələrinə qayıtmayacaq? Və əgər bilirdisə, bunu necə daxilində yaşadırdı? Cavabı tapmaq üçün bizə onun şəxsi həyatına baxmaq lazımdır. Çünki hər komandanın döyüş meydanında göstərdiyi qətiyyət, onun evində göstərdiyi insanlıqla düz əks ola bilər. Amma Sürətin evində nə baş verirdi? Bu, uzun illər sirr olaraq qalmışdı. Və bu sirri açmaq üçün bizə onun ailəsinin danışmasına ehtiyacımız var. Və onlar indi, ölümündən bir il sonra ilk dəfə danışmağa hazırdılar. Sürətin ailəsi, arvadı, 2 oğlu, qızı 1999-cu ildə məhkəmədə heç bir ifadə vermədi. Onlara icazə verilməmişdi, yaxud özləri istəməmişdilər. Amma 24 il sonra, 1023-cü ilin avqustunda, Sürətin ölümündən bir ay sonra, onun böyük oğlu, adı Emin, 44 yaşında, kiçik bir məqalə yazdı və onu sosial şəbəkədə dərc etdi. Məqalə dərhal silindi, amma ekran görüntüləri qaldı və o ekran görüntülərində Emin yazır. Atam 2 fərqli insan idi. Kameralarda gördüyünüz komandan və evdə gördüyümüz kişi. Kameralarda o həmişə əmin, həmişə qüvvətli, həmişə qorxmaz idi. Evdə o, gecələr yatmırdı. Pəncərədən küçəyə baxırdı. Hər maşın səsinə titrəyirdi və bəzən gecə yarısı bizim otağımıza gəlib bizim yuxularımızı yoxlayırdı. Sanki yoxlamaq istəyirdi ki, biz hələ də oradayıq, hələ də onu tərk etməmişik. Bu sözlər çox şey açıqlayır. Sürət Hüseynov evdə paranoyadan əziyyət çəkirdi. Paranoya güc adamlarının xəstəliyidir. Hər kim çox tez, çox gənc, çox planlaşdırılmadan hakimiyyət zirvəsinə yüksəlir. O zirvədə özünü qorumasız hiss edir. Çünki bilir ki, necə yüksəldiyini başqaları da bilir və başqaları da eyni metodu tətbiq edə bilər. Sürətin 1992-ci ildən 94-cü ilə qədər olan dövrü davamlı şübhə və qorxu dövrü idi. O, komandan olaraq qoşunlarına tam nəzarət edirdi. Amma baş nazir olaraq hakimiyyət daxilində heç bir nəzarətə malik deyildi. O təyin edilmişdi, özü təyin etməmişdi və o bilirdi ki, təyin edən eyni gücə sahib şəxs onu istədiyi an ləğv edə bilər. Bu birliklə yaşamaq, bu psixoloji işgəncədir. Və bu işgəncənin izləri Sürətin davranışında göründü. Emin öz məqaləsində bir hadisəni xatırlayır.
1993-cü ilin dekabrında atam evə geç saatda qayıtdı. O, hökumət iclasından sonra gələndə adətən sakit olurdu. Amma o gecə çox gərgin idi. O, mətbəxə girdi. Stolun üstündəki bütün qabları, yemək qablarını açdı. Sanki axtarırdı ki, içəridə nəsə gizlədilməyib. Sonra hamam otağına girdi. Güzgüləri yoxladı, pəncərələri yoxladı. Anam ona soruşdu. Nə axtarırsan? O cavab vermədi. Sadəcə dedi. Heç nə, yat. Amma biz bilirdik ki, o dinləmə cihazı axtarırdı. O düşünürdü ki, kimsə evimizi izləyir. Bu, paranoyaya klassik nümunədir. Amma maraqlı məqam buradadır. Sürət səhv düşünmürdü. Həqiqətən evini izləyirdilər. KGB-nin keçmiş zabitlərindən biri adını açıqlamaq istəmir. İndi Rusiyada pensiyadadır. 1020 il möhvüllüyündə telefon müsahibəsində dedi. Biz Azərbaycan hakimiyyət strukturlarına texniki dəstək verirdik. 1993-cü ildə bizə göstəriş verildi ki, müəyyən şəxslərin yaşayış yerlərində audio nəzarət quraşdıraq. Sürət Hüseynovun evidə də belə cihaz yerləşdirilmişdi. Biz onun hər söhbətini, hər telefon danışığını qeydə alırdıq və qeydlər birbaşa Bakıya göndərilirdi. O bilirdi ki, onu izləyirlər. Çünki biz demək istəyirdik ki, bilsin. Bu, psixoloji təzyiq metodudur. Deməli, Sürətin gecə yarısı dinləmə cihazı axtarması boş paranoya deyildi. O, real təhlükəni sezirdi və bu təhlükənin mənbəyi onun öz hökumətinin içində idi. Təsəvvür edin. Siz baş nazirsiniz. Ölkənin ikinci adamısınız. Lakin sizin öz kabinetinizdə, sizin öz evinizdə sizə etibar etmirlər. Sizi izləyirlər. Hər sözünüzü qeydə alırlar. Və siz bunu bilirsiniz. Amma etiraza bilmirsiniz. Çünki etiraz etmək zəiflik göstərməkdir. Və siz bu şəraitdə necə yaşayırsınız? Siz çılğın olursunuz. Siz hər kəsdən şübhələnirsiniz. Siz öz yaxınlarınızdan da şübhələnirsiniz. Çünki əgər onlar sizi izləyirlərsə, deməli kimsə onlara içərdən məlumat verir. Və bu kimsə sizə ən yaxın olan ola bilər. Və onda siz başlayırsınız insanları sınamağa. Sürətin 1994-cü ilin əvvəllərində tətbiq etdiyi metod bu idi. O, müxtəlif adamlara müxtəlif versiyalı məlumatlar verirdi və gözləyirdi ki, hansı versiya hansı kanaldan sızacaq. Əgər məlumat sızsa, deməli məlumat alan şəxs xain idi. Onun müavinlərindən biri adı Rəşad, indi 62 yaşında, 1023 il müsahibəsində video arxivə keçib. Dedi, Sürət bəy bizə 3 fərqli plan haqqında danışdı. Hər birimizə ayrıca və dedi ki, bu sir, heç kimə deməyin. Mən öz planımı heç kimə demədim. Amma həftə sonra mən başa düşdüm ki, o bizi sınayır. Çünki o sonra toplandı bizi və dedi, İçinizdə kimsə danışıb, mən bilirəm kim. Amma o, heç kimə demirdi kim. Və biz hamımız bir-birimizə şübhə ilə baxırdıq. Bu dəli idi, bu ağla sığmaz idi. Amma o düşünürdü ki, bu onu qoruyur. Amma nəticədə bu onu qorumadı. Çünki hakiki xain onun daxili dairəsində deyildi. Hakiki xain daha yuxarıda, daha kölgədə idi. Sürət Hüseynovun evi, hara o, 1993-94-cü illərdə ailəsi ilə yaşayırdı. Bugün Gəncədə boş dayanır. Ev sahibləri dəyişib, amma heç kim uzun müddət orada yaşamır. Yerli əhali deyir ki, evdə pis enerji var. Mövhumat, yoxsa kollektiv yaddaşın bir forması. Harda bir yerdə baş verən faciə daşlara, divarlara hopub qalır. Biz bilmirik. Amma bilirik ki, o evdə Sürətin ailəsi çox çətin günlər yaşayıb. Onlar təcrid olunmuşdular. Sosial təcrid, emosional təcrid. Uşaqlar məktəbdə digər uşaqlarla oynaya bilmirdilər. Çünki valideynlərə deyilmişdi ki, Sürətin ailəsindən uzaq durun, təhlükəlidir. Arvadı çıxıb küçəyə gedəndə insanlar uzaqdan baxır, amma yaxınlaşmırdılar. Və bu təcrid vaxtla getdikcə daha dərinləşdi. Çünki Sürətin özü də ailə ilə daha az vaxt keçirməyə başladı. Emin xatırlayır.
Son aylar atam evdə demək olar ki, olmurdu. O qərargahda gecələyirdi. Biz onu yalnız həftədə bir dəfə görürdük və o gəlibsə, dincəlməyə gəlməmişdi. O daha da gərgin idi. Biz balacaydıq, başa düşmürdük nə baş verir. Amma anamız bilirdi. Və anam bir gecə, bu oktyabr 1994-cü idi, dəqiq xatırlayıram. Çünki ertəsi gün hər şey dəyişdi. Anam atama dedi, ehtiyatlı ol, mən səni itirməyə hazır deyiləm. Və atam ona baxdı və dedi, artıq geç, hamısı qərar verib. Bu söhbət Sürətin ailəsinə açıqladı ki, o artıq öz taleyinə nəzarət etmir. Qərarlar başqaları tərəfindən qəbul edilir və o yalnız nəticəni gözləyə bilir. Hər ailənin sirləri var. Sirlər, hansı ki yalnız daxildə danışılır, heç vaxt çölə çıxmır. Sürətin ailəsinin sirləri 1999-cu ildən 23 il sonra, onun ölümündən sonra bir-bir ortaya çıxmağa başladı. Və bu sirlər göstərdi ki, Sürət Hüseynovun şəxsi həyatı onun ictimai obrazından tamamilə fərqli idi. O kamerlarda güclü, evdə zəif idi. O cəbhədə qorxmaz, evdə qorxuluydu. O siyasətdə qəti, evdə qərarsız idi və bu ziddiyyət onu içdən yeyirdi. Sürətin kiçik qızı, adı Səbinə, indi 37 yaşındadır. Atasının ölümündən sonra bir dəftər tapıb. Dəftər atalarının 1993-94-cü illərdə yazdığı şəxsi qeydləri ehtiva edir. Qeydlər rəsmi deyil, çox qısa, çox çılğın, bəzən yarımçıq cümlələrlə yazılıb. Səbinə bu dəftəri heç kimə göstərməyib, amma bir müsahibədə ondan bir neçə sətir oxuyub. İyul 13, gecə. Danışdım onunla. Dedi mənə etibar edir. İnanmıram. Sabah yeni plan, yoxsa tələ? Allah bilir. Başqa səhifədə, sentyabr, tarix xatırlamıram. Uşaqlar soruşdular, niyə evdə olmuram? Nə deyim onlara? Ki, atanız bir oyunda piyondur və oyun qutaranda piyonları taxtadan atırlar. Daha sonra, oktyabr 5. Dedilər mənə gözlə. Nə üçün? Bilirəm nə üçün. Axır gəlib. Mən qaçmalıyam mı? Qaçsam məni alçaq adlandırarlar. Qalsam məni məhkum edərlər. Hara qaçım? Bu qeydlər Sürətin daxili dünyasını açır. O özünü tələyə düşmüş hiss edirdi və heç bir çıxış yolu görmürdü. O başa düşürdü ki, onu istifadə ediblər və istifadə müddəti qurtarır və qurtaranda onu atacaqlar. Amma o heç nə edə bilmirdi. Çünki hər hərəkət, qaçmaq, müqavimət göstərmək, yaxud sadəcə susub gözləmək nəticə etibarilə eyni idi. Məhv olma. Və bu anlayış insanı içdən sındırır. Sürətin son aylarda, oktyabr 1994-ə qədər, çəkisi azalmışdı, saçları ağarmışdı, gözləri batmışdı. Fotoşəkillər bunu göstərir. İyun 1993-də baş nazir təyin ediləndə o 34 yaşında sağlam, güclü kişi kimi görünürdü. Oktyabr 1994-də istifadan bir gün əvvəl çəkilmiş fotoşəkildə o 35 yaşında yorğun, xəstə kişi kimi görünür. 16 ayda 10 il qocalmışdı. Ailə üzvləri deyirlər ki, onun psixoloji vəziyyəti dəyişmişdi. O artıq uşaqları ilə danışmırdı. O arvadına soyuq davranırdı. O özünü tamamilə bağlamışdı. Və bir dəfə Emin xatırlayır. Atası gecə onun yataq otağına gəldi və uzun müddət pəncərədən baxdı. Sonra Eminə dedi, oğlum, bilirsənmi dünya necə işləyir? Dünya belə işləyir. Böyük balıqlar kiçik balıqları yeyir. Kiçik balıqlar daha kiçik balıqları yeyir. Və hamı düşünür ki, özü böyük balıqdır. Amma həqiqətdə biz hamımız kiçik balığıq. Və birilər bizi yeyir və biz bilmirik kim. Sonra o çıxdı otaqdan və bir daha bu mövzuda danışmadı. Emin deyir, mən onda 10 yaşındaydım və başa düşməmişdim nə demək istəyir. İndi başa düşürəm. O vida edirdi. Sürətin son günləri evdə,
Oktyabr 7-sindən əvvəl çox qəribə keçdi. O heç bir işə getmədi, yalnız evdə qaldı. Otaqdan otağa gəzdi. Bəzən saatlarla kürsüdə oturub divara baxdı. Arvadı soruşdu, nə olub? O dedi, heç nə. Amma onun gözlərində dəhşət var idi. Səbinə xatırlayır. Atam məni qucağına götürdü. Bəlkə həyatda ilk dəfə belə etdi. Və mənə dedi, səni sevirəm, bunu unut. Mən dedim, Atəm, niyə unutmalıyam? O dedi, çünki insanlar deyəcəklər ki, mən pis adamam. Amma mən səni sevirəm, bunu xatırla. Və Səbinə indi deyir, o bilirdi ki, tarixi yazmayacaqlar, belə ki, o qəhrəman idi. O bilirdi ki, yazacaqlar, o xain idi. Və o bizim xatirəmizdə ən azı bir məhəbbət izi qoymaq istəyirdi. Oktyabr 7-sində Milli Məclis onun istefasını qəbul edəndə Sürət evdə deyildi. O Gəncədə qərargahda idi və qərargahdan o ailə ilə vidalaşmaq üçün gəlmədi. O birbaşa Rusiyaya qaçdı. Ailə onu növbəti 3 il görmədi. 3 il boyu onlar bilmirdilər o harda, necə, nə ilə məşğuldu. Bəzən telefon zəngləri gəlirdi, amma zənglər qısa idi. Sürət demirdi harda yerləşir, yalnız deyirdi, sağam, narahat olmayın. Amma ailə narahat idi. Onlar bilirdilər ki, onun qaçması müvəqqəti həldir. Gec-tez onu tapacaqlar, geri gətirəcəklər və nə olacağını heç kim bilmir. 1997-ci ildə Rusiya onu Azərbaycana verdi. Səbinə o günü xatırlayır. Anamın telefonu zəng etdi. Rəsmi səs dedi ki, Sürət Hüseynov geri qaytarılıb, həbs olunub. Anam yerə yıxıldı. Mən 10 yaşındaydım və başa düşmürdüm nə baş verir. Qardaşım Emin, o 14 yaşındaydı, o bilirdi. O ağladı. O dedi, atamızı öldürəcəklər. Və biz düşündük ki, həqiqətən öldürəcəklər. Amma onlar öldürmədilər. Onlar daha pis şey etdilər. Onlar onu həyatda saxladılar. Amma onu yaşadan hər şeydən məhrum etdilər. 7 il həbsxanada, Qubadlıda. Ailə ona hər ay baş çəkməyə icazə alırdı. Amma görüşlər qısa idi, 15 dəqiqə. Şüşə arxasında, telefon vasitəsilə danışmaq. Səbinə deyir, mən onu hər dəfə görəndə daha çox dəyişdiyini görürdüm. O arıqlayırdı. Saçları tamamilə ağarmışdı. Gözləri boşalmışdı. Və o bizə heç vaxt şikayət etmədi. O həmişə güldü. Həmişə dedi ki, hər şey yaxşı olacaq. Amma biz gözlərində yalan gördük. Biz bildik ki, o içəridə ölür. Amma bizə ölümü göstərmək istəmir. Və bu ən ağır şeydi. Onun bizim xatirimizə güclü görünmək cəhdi, özü içində sınanda. Təsəvvür edin, 1999-cu ilin fevralında, Bakının ən sərt məhkəmə zalında, harda işıq köhnə tavan lampalarından solğun düşür və hava quru, soyuq, nəfəs almağı çətinləşdirən qalın nəmlilik qoxusu ilə doludur. Siz həbsxananın karkas qapısından keçib gəlmiş 40 yaşında kişiyə baxırsınız və düşünürsünüz, bu həqiqətənmi o kişidir? Kim 6 il öncə paytaxtı tanklar və əskərlərlə tutmuşdu? Kim baş nazir oturvağında Respublikanın taleyini müəyyən edirdi? Kim ordulara əmr verib hər sözü ilə adamların ölüm və ya həyat qərarını verirdi? Çünki bu otaq qarşısında dayanan adam, arıq, saçları tamamilə ağ, çiyinləri əyilmiş, gözlər dərin çuxurlara batmış, üz dərisi sarımtıl boz rəngə boyanmış. Bu adam sanki 60 yaşında xəstə kişidir. Ömür boyu əzab çəkmiş, yorğun, tükənmiş kişi. Onun əlləri titriyir. Hakim Etibar Nəbiyev ona ittiham aktını oxuyanda. Və bu titrəmə sadəcə əsəb deyil, bu daha dərin şeyin, bədənin özünün tam çökməsinin əlamətidir. Sürət Hüseynovun həbsxanada keçirdiyi 10 il onun fiziki varlığını məhv etdi. Qubadlı təcridxanasında hər gün eyni idi.
səhər 6-da oyatma, dəmir çarpayıda yuxudan durma, hovuza çıxma. 30 metr kvadrat, harda 6 məhbus bölüşür günəş işığının 2 saatlıq payını. Yemək qramlarla verilir. Səhər 200 qram çörək, 100 qram çay, duz və noxud. Nahar 300 qram şorba, əksərən su üzərində hazırlanmış, ətin izi yox. Axşam çörək və çay yenə. Kalori hesablayın. Gündə 1200-1400 kalori. Hansı ki orta kişi üçün minimum 2500 lazımdır. Bədən öz ehtiyatlarını yeyir. Əvvəl piy yoxdur. Sonra əzələ toxuması parçalanır. Sonra daxili orqanlar zəifləyir. 6 ay sonra çəki itkisi 10-15 kiloqram. 2 il sonra dişlər tökülməyə başlayır. C vitamini çatışmazlığından, sinqa xəstəliyi, köhnə dənizcilər xəstəliyi, indi həbsxana xəstəliyi. Amma fiziki aclıq ən dəhşətli deyil. Daha dəhşətli işıqsızlıqdır. Qubadlı təcridxanası blokunun hüceyrələri şimal tərəfdən yerləşir. Günəş heç vaxt birbaşa pəncərəyə düşmür. Gün işığının olmaması D vitamini defisitinə gətirib çıxarır və bu defisit sümükləri yumşaldır. Sürət Hüseynovun sağ dizində 1999-cu ildə qırıq aşkar edildi. O, sadəcə çarpayıdan enəndə ayaq sümüyü çatladı. Çünki sümük toxuması kövrək olmuşdu, təbaşir kimi. Həkimlər onu xəstəxanaya aparmadılar. Dedilər, müalicə lazım deyil, özü bitişəcək. Bitişdi, amma əyri bitişdi. Və sürət bundan sonra axsıya-axsıya yeriyirdi. Sol ayağı sürüyərək addım atırdı. Bu, onun sonraki fotoşəkillərində görsənir. 1000-2000-dən sonraki nadir görüntülərdə o həmişə əsaya söykənmiş vəziyyətdə çəkilir. Çünki düz dayana bilmir. Keçmiş həbsxana müdiri, adını açıqlaya bilmərik, amma o 1023 ilində telefon müsahibəsində səsi titrəyərək danışdı. Dedi: "Mən Qubadlıda 15 il işlədim və yüzlərlə məhbus gördüm. Amma Sürət Hüseynovu unutmaq mümkün deyil. O ilk gələndə güclü kişi idi. Addımları əsli, gözləri qaraydı. Baxanda hiss edirdin gücü. 2 il sonra mən onu sağlıq yoxlamasında gördüm. Tanımadım. Çəkisi itirmişdi. Saçları ağ olmuşdu. Bu normal, stres. Amma onun dərisinin rəngi dəyişmişdi. Sarımtıl yaşıl tonlar. Sanki qaraciyər xəstəsi. Həkim dedim, nə olub? Həkim dedi, xroniki mədə xorası, qaraciyər zədələnməsi, ürək aritmiyası. Və biz əlimizdən nə gəlir? Ancaq əlimizdən heç nə gəlmirdi. Çünki yuxarıdan göstəriş var idi. Sürət Hüseynova minimum tibbi yardım. Onu sağ saxlamaq, amma rahat etməyə icazə verməmək. Yuxarıdan göstəriş. Bu ifadə hər şeyi açıqlayır. Sürətin fiziki dağılması təsadüfi deyildi. Bu planlaşdırılmış siyasət idi. Onu öldürmək istəmirdilər. Çünki ölüm onu qəhrəmana çevirə bilərdi. Şəhid yarada bilərdi və xalq yaddaşında onu müqəddəsləşdirə bilərdi. Ona görə seçilmiş metod başqa idi. Onu yavaş-yavaş sındırmaq, onun bədənini çürütmək, onu elə vəziyyətə gətirmək ki, azad olanda heç kim onu keçmiş, güclü komandan kimi qəbul etməsin. Hamı görsün köhnə, xəstə, məğlub edilmiş kişi. Bu, psixoloji savaşdır. Qələbə sənin düşmənini öldürməkdə yox, onu elə yaşatmaqda ki, onun mövcudluğu sənin qələbənin sübutu olsun. 8 nəfər var idi. 8 nəfər kim bu planı bilirdi və ona icra edirdi. Onlar gizli qrup idilər. Heç bir rəsmi ad, heç bir sənəd, heç bir yazılı protokol. Sadəcə 8 adam. 2 Daxili İşlər Nazirliyi nümayəndəsi, 2 xəstəxana baş həkimi, 3 məhkəmə sistemindən şəxs, 1 prezident administrasiyasından nümayəndə. Onlar hər 3 ayda bir dəfə görüşürdülər. Görüşlər Bakının ən gizli binasında keçirdi. Daxili İşlər binasının yeraltı mərtəbəsində. Harda heç bir qeyd aparılmır, heç bir kamera yoxdur, heç bir qulaq yoxdur. Onlar müzakirə edirdilər. Sürətin sağlamlıq vəziyyəti necədir? Nə qədər daha davam edə bilər? Azad etmək vaxtıdırmı, yoxsa hələ erkən? Və onlar qərar verirdilər.
Davam etmək lazımdır. Azad etməyə hələ hazır deyil. Çünki o, hələ də xalqda şəfqət hissi oyada bilər. Və bu, qəbul edilməzdir. Ancaq 2003-cü ildə vəziyyət dəyişdi. Yeni prezident İlham Əliyev hakimiyyətə gəldi və onun administrasiyası əvvəlki zülmün simvollarından arınmaq istəyirdi. Çünki beynəlxalq təşkilatlar insan hüquqları haqqında suallar verməyə başlamışdılar. Azərbaycan Avropa Şurasına üzv olmaq istəyirdi və Avropa Şurası deyirdi, siyasi məhbusları azad edin. Sürət Hüseynov bu siyahıya düşdü. 8 nəfərlik qrup yenidən toplandı və onlar qərara gəldilər. Yaxşı, qoy azad olsun, amma şərtlə. O heç vaxt ictimai fəaliyyətə qayıtmasın, heç vaxt mətbuatla danışmasın və əgər danışsa, yenidən həbs ediləcək. Sürət bu şərtləri qəbul etdi. 7 mart 1004 ildə o azad oldu. Amma bu azadlıq deyildi. Azad olduqdan sonra Sürət içəri şəhərdə deyil, Buzovna qəsəbəsində yaşamağa göndərildi. Dənizkənarı kiçik kənd, harda heç kim onu tanımır, heç kim onunla danışmaq istəmir. Ona aylıq müavinət təyin edildi. 200 manat. 1004 ildə bu təxminən 150 dollar idi. Və deyildi, bununla yaşa, başqa gəlir mənbəyi axtarma, işə götürməyəcəklər. Və doğrudan da heç kim onu işə götürmədi. Hər yerə müraciət edəndə ona eyni cavab verilirdi. Xahiş edirik, bizi başa düşün. Biz sizinlə işləyə bilmərik. Bu bizim üçün problemdir. Problem nə idi? Problem o idi ki, Sürətin adı qara siyahıdaydı. Və kim onu işə götürsə, o şirkət, o müəssə dövlət qəzəbinə düçar olacaqdı. Vergi yoxlamaları, lisenziyanın ləğvi, rəhbərliyin həbsi bəhanələrlə. Hakimiyyətin yuxarı pillələrində 15 il yaşamaq insanın bədənini başdan ayağa dəyişir. Təsəvvür edin, siz 34 yaşında enerjik, güclü, hər səhər 6 kilometr qaçan, 150 kilo çəkisi qaldıran, tanklardan enib minən komandansız və 6 il sonra siz 40 yaşında zəif, yorğun, hər addımda nəfəs darlığı çəkən, əzələləri əriyib dəri sümük almış, gözləri dərin batmış xəstə kişiyə çevrilirsiniz. Sürətin bədəni hakimiyyət, müharibə, həbs və təcrid zəncirini keçib fiziki çöküntüyə çevrildi. Və bu çöküntü sadəcə kosmetik deyildi. Bu, daxili orqanların sıradan çıxması idi. Onun qaraciyəri zədələnmişdi. Uzun illər keyfiyyətsiz yemək, stres hormonu kortizolun daimi yüksək səviyyəsi, alkoqolsuz ləkələnmiş qaraciyər yağı xəstəliyi. Onun mədəsi xora ilə dolu idi. 4 ədəd xora, hər biri 2 santimetr diametrli, hansı ki, hər yemək yeməkdə daxili qanaxma riski yaradırdı. 1004 ildən sonra, azad olduqdan sonra, Sürət öz sağlamlığını bərpa etməyə cəhd etdi. Buzovnada kiçik klinikaya getdi, müayinə oldu. Həkim, gənc qadın həkim, 30 yaşlarında, adı Leyla, ona baxıb dedi, siz ciddi vəziyyətdəsiz, mədə qanaxması təhlükəsi var. Sizə dərhal xəstəxanada kompleks müalicə lazımdır. Sürət soruşdu, neçə pul lazımdır? Həkim dedi, təxminən 5000 manat, bəlkə daha çox, əgər əməliyyat lazım olsa. Sürət o vaxt ayda 200 manat alırdı. 25 aylıq gəlir lazım idi. O, dedim, mən müalicəyə pulam yoxdur. Həkim sustu. Sonra dedi, mən nə edə bilərəm? Dövlət müalicəsi üçün müraciət edin. Sürət müraciət etdi, cavab aldı. Sizin vəziyyətiniz ödənişsiz müalicə proqramına uyğun gəlmir. Çünki siz keçmiş məhkumsuz. Siyasi maddə üzrə məhkumsuz. Dövlət sizin müalicəni maliyyələşdirməyəcək. Buna görə Sürət müalicəsiz qaldı. 19 il müalicəsiz qaldı. 19 il. O hər gün mədə ağrısı ilə oyandı. Hər yemək yedikdən sonra könül bulanması hiss etdi. Hər 6 aydan bir dəfə mədə qanaxması keçirdi. Kiçik qanaxmalar, hansı ki onu öldürmürdü, amma zəiflədirdi. Anemiya, az qan xəstəliyi yaradırdı. Hematokrit səviyyəsi, qanda qırmızı hüceyrələrin faizi, normal kişidə 45%.
Sürət Hüseynovda 1018-ci ildə, yəni ölümündən 5 il əvvəl 28% idi. Bu, kritik aşağı göstəricidir. Bu, o deməkdir ki, onun qanı kifayət qədər oksigen daşıya bilmiş və buna görə bütün orqanlar, beyin, ürək, qaraciyər, böyrəklər, oksigen aclığından əziyyət çəkir. Amma onun bədəni təkcə xəstəlikdən dağılmırdı. Kimsə bu dağılmanı istəyirdi. Kimsə onu izləyirdi. Kimsə onun hər hərəkətini qeyd edirdi. Və bu kimsə 8 nəfərlik qrupdan hesabat alırdı. Qonşuları. Buzovnada o 8 mərtəbəli köhnə binanın 3-cü mərtəbəsində yaşayırdı. Deyirlər ki, Sürət son 5 ildə demək olar ki, evdən çıxmırdı. O yalnız həftədə bir dəfə kiçik marketə gedib ərzaq alırdı. Çörək, pendir, kartof, soğan, yumurta. Əti nadir alırdı, çünki bahalı idi. Tərəvəz və meyvə demək olar ki, yemədi. Buna görə C vitamini, K vitamini, folad turşusu defisiti davam edirdi və bu, onun immun sistemini tamamilə məhv etdi. O, hər qış xəstələnirdi. Qrip, bronsit, bəzən pnevmoniya və hər xəstəlik uzun çəkirdi, çünki bədən mübarizə edə bilmirdi. Arxivlərdə, Daxili İşlər Nazirliyinin arxivində harda keçmiş məhbusların tibbi qeydləri saxlanılır və bu arxivlərin bir hissəsi 1022 ildə araşdırmaçı jurnalistlər tərəfindən sızdırıldı. Sürətin sağlamlıq kartında yazılıb. Xroniki mədə xorası, qaraciyər stetozası, ürək aritmiyası, osteoporoz, xroniki anemiya, depressiya. Depressiya bu son qeyd. Və bu fiziki xəstəliklərdən daha təhlükəli idi. Çünki depressiya intihar riskini artırır. Sürət Hüseynov heç vaxt intihara cəhd etmədi. Amma onun ailəsi deyir ki, o bəzən danışanda elə ifadələr işlədirdi ki, sanki ölümü gözləyir, sanki ölümdən qorxmur, hətta bəlkə istəyir. Onun kiçik qızı Səbinə deyir, 1017-ci ildə mən atasını ziyarət etməyə getdim. O, İstanbulda yaşayırdı artıq, amma hələ güclü idi, hələ gəzə bilirdi. 1022-ci ildə, ölümündən bir il əvvəl, mən yenidən getdim və o tamamilə başqa adam idi. O, çarpayıda uzanmışdı, durmaq istəyirdi, amma ayaqları tutmurdu. Mən ona kömək etdim və hiss etdim, onun qolu necə yüngüldü. Sanki içində sümük yoxdur, yalnız dəri və biraz əzələ. Mən ağladım. O mənə dedi, ağlama, mən hər şey üçün hazıram. Səbinə soruşdu, hansı şey üçün? Sürət cavab verdi, axır üçün. Amma arxivlərdə daha bir şey var, çox maraqlı şey, hansı ki, heç vaxt ictimaiyyətə açıqlanmadı. Daxili İşlər Nazirliyinin gizli sənəd fondu nömrə 307, hansı ki, yalnız nazirin və onun muavininin icazəsi ilə açılır, orada bir papka var. Papka nömrə 16/1094. Başlıq, Sürət Hüseynov, aktiv izləmə. Bu papka 1994-cü ildən başlayıb 1023-cü ilə qədər bütün izləmə qeydlərini ehtiva edir. 29 illik izləmə. İçində telefon danışıqlarının stenoqramları, görüşlərin fotoşəkilləri, maliyyə əməliyyatlarının siyahısı, hətta onun evinin daxilindən gizli audio qeydlər. Papkanın son səhifəsində, bu səhifə yalnız 1023-cü ilin avqustunda, yəni Sürətin ölümündən 2 həftə sonra əlavə edildi, bir qeyd var. Qırmızı mürəkkəblə yazılmış, imzasız, amma dövlət möhrü ilə təsdiqlənmiş. Obyekt ölüb, izləmə bağlanır. Bütün materiallar məhv edilməlidir. Ancaq bütün materiallar məhv edilmədi. Çünki kimsə, bilmirik kim, bəlkə arxivdən bir işçi, bəlkə içərdən leal şəxs, papkanın bir hissəsinin surətini çıxarıb yayan şəbəkəyə yüklədi və bu surətlər indi Darknet arxivlərində mövcuddur. Orada səhifə 473-də bir qeyd var, tarix 2018-ci ilin martı. Obyekt bank hesabına pul köçürməsi alıb, məbləğ 500 manat. Göndərən şəxs müəyyən edilməyib. Offshore hesab vasitəsilə, Kiprdən keçib. Hərəkətin məqsədi bilinmir, amma obyekt bu pulları ərzaq almağa sərf edib.
təhlükə səviyyəsi aşağı. Bu şok edici faktdır. Sürət Hüseynov azadlıqda 19 il yaşayanda kimsə ona gizli maliyyə yardımı göndərirdi və bu yardım ofşor şəbəkələr vasitəsilə keçirdi ki, izini tapmaq mümkün olmasın. Kim bu sponsor idi? Niyə Sürətin köməyinə gəlirdi? Və niyə bu kömək gizli saxlanılırdı? Cavablar səhifə 511-ə qədər davam edir. Harda izləmə zabiti təxmin irəli sürür. Ehtimal edilir ki, sponsor keçmiş hökumət strukturundan şəxsdir. Kim Sürətlə 1993-də birlikdə işləyib və indi peşmançılıq hissi keçirir. Alternativ versiya. Sponsor xarici kəşfiyyat xidmətidir. Kim Sürətin sağ qalmasında maraqlıdır. Çünki o, hələ də potensial məlumat mənbəyidir. Hər iki versiya qorxuncdur. Əgər birinci versiya doğrudursa, deməli Sürətin keçmiş yoldaşlarından biri hələ də ona bağlıdır. Amma açıq kömək edə bilməz, çünki özü təhlükə altına düşər. Əgər ikinci versiya doğrudursa, deməli Sürət azadlıqda belə xarici güclər tərəfindən alət kimi saxlanılırdı və bu güclər onu istifadə etmək üçün fürsət gözləyirdilər. Amma Sürət heç vaxt istifadə edilmədi, çünki o heç vaxt danışmadı. 19 il, hər təzyiqə, hər təklifə, hər təhdidə baxmayaraq o sustu. O, heç bir müsahibə vermədi, heç bir xatirələr yazmadı, heç bir ifşa etmədi. Buna görə sual yaranır. Niyə o sustu? Qorxdanmı? Yoxsa şəxsi kod, şərəf kodu ona qadağan edirdi sırlar açmağı? Yoxsa o bilirdi ki, danışsa, ailə üzvləri təhlükə altına düşəcək? Hər üç səbəb mümkündür və hər üçü bir-birinə qarışıb, Sürətin son illərinin davranış modelini yaradıb. Ancaq susqunluq onu qorumadı. Susqunluq heç vaxt qoruyur. Susqunluq yalnız ağrını uzadır, acını dərinləşdirir və son nəticədə insanı içdən məhv edir. Sürətin son illəri davamlı tənhalıq, davamlı ağrı, davamlı peşmançılıq idi. O, əlində imkan olduqda ailə üzvləri ilə telefon danışıqları edirdi. Amma danışıqlarda emosiya yox idi. Sadəcə sual-cavab. Necəsən? Yaxşı. Sən necəsən? Yaxşı. Heç nə dərin, heç nə dürüst. Çünki o bilirdi ki, hər telefon izlənilir, hər söz qeydə alınır və əgər yanlış söz desə, yenidən həbsxanaya qaytarıla bilər. Ailəsi nə bilirdi? Bu sual 1023 ilinin iyulunun 31-dən bəri hər kəsi narahat edir. Çünki Sürət Hüseynov İstanbulda öləndə onun yanında ailə üzvləri var idi və onlar sonrakı müsahibələrdə dedilər ki, ölüm gözlənilməz deyildi. Amma gözlənilməz deyildi nə deməkdir? Bu o deməkdir ki, onlar bilirdilər nəyin gəldiyini. Səbinə indi 40 yaşında İstanbulda yaşayır. Atası ilə son illəri birlikdə keçirib, 1023 ilinin sentyabrında verdiyi müsahibədə dedi: "Atam bizə heç vaxt birbaşa demədi ki, ölür. Amma o, son 6 ay bizə hər şeyi qaydaya saldı. Maliyyə sənədlərini, bank hesablarını, arzularını harda dəfn olunmaq istədiyini. Və o, bir gecə bizə dedi: "Mən hər şeyi başa vurdum. Artıq mənə lazım olan yoxdur." Bu, vida sözü idi. Vida sözünü eşidəndə insan düşünür: nə üçün insan özü ilə vida edir? Cavab sadədir. Çünki o bilir ki, mübarizə bitib. Bədən daha dözmür və ən yaxşısı təslim olmaq və getməyə hazır olmaq. Amma Səbinənin danışdığı hər şeyi qaydaya salmaq ifadəsi daha dərin məna daşıyır. Sürət Hüseynov son 6 ayında 1023 ilinin yanvar-iyulu 3 şey etdi. Birinci, o bütün şəxsi qeydlərini, dəftərlərini, məktublarını, foto arxivini yandırdı. Emin xatırlayır. Fevralın bir günü atam böyük karton qutunu həyətə çıxardı. İçində kağızlar, dəftərlər, zarflar var idi. O, odun qalayıb hamısını yandırdı. Mən soruşdum, niyə? O dedi, çünki bunlar mənim xatirələrimdir və xatirələr mənimlə getməlidir. Başqası oxumamalı. Mən dedim, amma tarixçilər, tədqiqatçılar, onlar bilmək istəyərlər. O dedi, qoy bilməsinlər. Bəzi həqiqətlər yaxşıdır ki, yox olsun.
Bu şok edicidir. Çünki o qeydlərdə nə var idi, heç vaxt bilməyəcəyik. Bəlkə orada 1993-cü ilin qiyamının əsl planı var idi. Bəlkə kimlərinsə adları var idi. Bəlkə maliyyə sxemləri var idi. İndi hamısı kül. İkinci şey, o ailəsinə pullarını necə xərcləməyi tapşırdı. O çox pulu yox idi. 1023 ilində onun bank hesabında yalnız $12.000 var idi. Bu 19 illik qənaət və gizli sponsordan gələn köməklər idi. O bu pulu 3 hissəyə böldü. 3də biri Səbinəyə, təhsil üçün. 3də biri Eminə, onun kiçik biznesi üçün. 3də biri xeyriyyə fonduna. Hansı fonda dəqiq bilmirik, çünki ailə bunu açıqlamadı. Amma ehtimal edilir ki, müharibə veteranlarına yardım fondu. Bu Sürətin son jesti idi. O, öz keçmişindən ayrıla bilmədi. Ona görə hətta ölümdə də döyüşçülərə borcu ödəmək istədi. Üçüncü şey, o bir məktub yazdı. Məktub rəsmi testament deyildi. Bu şəxsi məktub idi. Ailə üzvlərinə ünvanlanmışdı. Məktubun məzmunu heç vaxt tam açıqlanmadı, amma Səbinə bir parçasını oxudu kameralarda. Mən sizə heç vaxt desəm də, bilməlisiniz ki, hər etdiyimi vətən üçün etdim. Bəlkə metodlarım səhv idi, bəlkə seçimlərim yanlış idi, amma niyyətim təmiz idi. Mən başqalarının oyununda alət oldum, amma mən alət olduğumu çox gec başa düşdüm. İndi mən gedirəm və mənim ən böyük arzum odur ki, siz məni yalnız ata kimi xatırlayırsınız, dövlət xaini kimi yox. Bu sözlər Sürətin daxili konfliktini göstərir. O özünü qurban hiss edirdi, amma eyni zamanda bilirdi ki, onun əlləri təmiz deyil. Çünki onun əmrləri ilə insanlar ölüb, ailələr dağılıb, ölkə xaosa düşüb. Amma məktubda bir detalı var, hansı Səbinə oxumadı, amma sonra jurnalistlərə dedi. Məktubun sonunda Sürət yazmışdı. Və əgər bir gün sirlər açılsa, bilin ki, mən tək deyildim. Arxamda 12 nəfər var idi və o 12 nəfərdən 3-ü hələ də ölkəni idarə edir. Bu, bomba ifadədir. Bu o deməkdir ki, Sürət Hüseynov öləndə sirləri özü ilə aparmadı. O şifrəli şəkildə açıqlama etdi ki, onun keçmiş əməkdaşlarından 3-ü hələ də hakimiyyət strukturunda və onların kimliyini bilənlər anlaya bilər. Amma heç kim rəsmi şəkildə bu 3 nəfəri müəyyənləşdirməyə cəhd etmədi. Çünki bu, siyasi tərpənməz qəbirdən çıxarmaq demək olar. Ailənin özü son illərdə necə yaşadı? Səbinə deyir, biz daim kölgədə olduq. Atamın adı bizim üçün daim damğaydı. Mən İstanbulda təhsil aldım. Amma hər yeni tanışlıqda mən qorxdum ki, kimsə soruşa bilər, sənin atan kim? Və mən adətən deyirdim, atam Azərbaycanda yaşayır, sadə adamdır. Yalan deyirdim. Çünki həqiqət məni təcrid edirdi. Emin də eyni təcrübəni yaşadı. O, kiçik tikinti biznesi açmaq istədi Bakıda. Amma hər müraciətdə ona deyildi. Sizin ailə tarixi problemlidir, biz sizinlə işləyə bilmərik. Buna görə o İstanbula köçdü və orada adını dəyişdi. Emin Hüseynov yox, Emin Məmmədov. Və yalnız bundan sonra işə düzəldə bildi. Bu nə deməkdir? Bu o deməkdir ki, Sürətin uşaqları atasının günahını daşımalı oldu. Baxmayaraq ki, onlar heç bir cinayət etməyib. Bu, kollektiv cəza prinsipidir. Hansı ki, müasir dövlətlərdə qadağandır. Amma gizli qaydada tətbiq olunur. İndi təsəvvür edin, siz Sürətin ailəsiniz. Siz hər gün oyansınız və bilirsiniz ki, cəmiyyət sizə şübhə ilə baxır. Dövlət sizə qapıları bağlayır və sizin yeganə günahınız odur ki, siz o kişinin qohumlarısınız. Necə yaşayırsan bu şəraitdə? Cavab, ya sən qırılırsan, ya sən sərtləşirsən. Səbinə və Emin sərtləşdilər. Onlar öz həyatlarını qurdular, özlərinə yol tapdılar. Amma içərdə daim bir yara var idi. Ata yarasının, ədalətsizlik yarasının, susqunluq yarasının. Və bu yara heç vaxt tam sağalmadı. Amma ailəni ən çox incidən şey Sürətin ölümündən sonra baş verdi. Ölümündən 3 gün sonra Azərbaycan mətbuatı qısa xəbər dərc etdi.
Keçmiş hərbi şəxs Sürət Hüseynov vəfat edib. Dəfn mərasimi ailə dairəsində keçirilib. O qədər. 2 cümlə. Heç bir foto, heç bir bioqrafiya, heç bir şər. Sanki o heç vaxt mövcud olmayıb, sanki o ölkə tarixində heç bir rol oynamayıb. Səbinə deyir, mən bu xəbəri oxuyanda ağladım. Təkcə atasını itirdiyim üçün yox, həm də ona göstərilən hörmətsizliyə görə. O, nə olursa olsun, 1992-ci ildə döyüşlərdə olub, milli qəhrəman unvanı alıb. Sonradan ləğv edilsə belə, o bir vaxt qəhrəman idi və indi o 2 cümlə ilə yaddan çıxarılır. Bu, tarixlə hesablaşmanın ən qəddarcasıdır. Sənin mövcudluğunu silmək, səni yox etmək, səni rəsmi yaddaşdan çıxarmaq. 1023-cü ilin iyulunun 29-cu günü Sürət Hüseynov İstanbulda öz mənzilində səhər saat 7-də oyandı. Səbinə o səhəri xatırlayır. Mən mətbəxdə çay hazırlayırdım və atam çarpayısından qalxdı, hamamxanaya getdi. Sonra gəlib mətbəxdə oturdu. O çox solğun idi, üzü ağ idi və əlləri titrəyirdi. Mən soruşdum, yaxşısan? O dedi, mədəm ağrıyır, amma keçər. O bir fincan çay içdi, amma yeməyə toxunmadı. Mən dedim, yemək yemirsin? O dedi, iştaham yoxdur. Və o pəncərəyə yaxın oturdu və xaricdə baxdı. Uzun müddət baxdı. Heç nə demədi. Bu, son normal səhəri idi. O gün axşam saat 6-da Sürətin vəziyyəti pisləşdi. O qəflətən mədə ağrısından qatlandı. Üzü daha da ağardı və ağzından qan gəldi. Səbinə dərhal təcili yardım çağırdı. Təcili briqada 15 dəqiqədə gəldi. Həkimlər Sürətə baxdılar və dedilər, mədə qanaxması, dərhal xəstəxanaya aparmalıyıq. Onlar Sürətə xəstəxanaya apardılar. İstanbulun Beşiktaş rayonundakı xəstəxana, adı rəsmi açıqlanmayıb. Orada cərrahi heyət onu müayinə etdi və qərara gəldi. Təcili əməliyyat lazımdır. Çünki mədə xorasından kəskin qanaxma var. Və əgər dayanmazsa, o bir neçə saat içərisində qan itkisindən ölə bilər. Amma əməliyyatdan əvvəl Sürətə imza atmalı idi. Rəsmi razılıq forması, hansı hər cərrahi müdaxilədə tələb olunur. Həkim ona gətirdi formanı. Sürət oxudu, amma imzalamadı. O soruşdu, əməliyyatdan sonra nə qədər yaşaya bilərəm? Həkim dedi, bu mürəkkəb sual. Aslıdır necə bədəniniz reaksiya verər. Amma ümumiyyətlə əməliyyat uğurlu olsa, bir neçə il əlavə ömür. Sürət soruşdu, və bu illər necə olacaq? Ağrılı mı, yoxsa normal? Həkim dedi, baxın, sizin vəziyyətiniz ağırdır, qaraciyəriniz zədəlidir, ürəyiniz zəifdir. Əməliyyat sizə qurtarma verə bilər, amma tam sağlamlıq verə bilməz. Sürət düşündü, sonra dedi, mən əməliyyat istəmirəm. Həkim dedi, amma siz ölə bilərsiz. Sürət dedi, bilirəm, mən hazıram. Səbinə o məqamı xatırlayanda səsi qırılır. Mən oradaydım otaqda və mən eşitdim nə dedi atam. Mən ona yalvardım. Atəm, xahiş edirəm, əməliyyatı qəbul et, biz səni itirmək istəmirik. O mənə baxdı və dedi, qızım, mən 54 il yaşadım və 54 ilin 55-i mübarizə idi. Mən daha mübarizə etmək istəmirəm, mən dincəlmək istəyirəm və əməliyyat yeni mübarizə deməkdir. Mən qərar verdim, məni başa düş. Bu sözlər göstərir ki, Sürət Hüseynov ölümü qəbul edibdi. Hətta bəlkə istəyirdi. Çünki ölüm onun üçün azadlıq idi. Fiziki ağrıdan, psixoloji yükdən, keçmişin xəyallarından azadlıq. Həkimlər ailə üzvlərinə dedilər, əgər xəstə əməliyyatı rədd edirsə, biz məcbur edə bilmərik, bu onun hüquqdur. Amma bilin ki, əməliyyatsız o, bu gecəni keçə bilməyəcək. Ailə çarəsiz qaldı. Emin cəhd etdi atasını razı salmağa, amma Sürət kəskin dedi. Oğul, mənim qərarım qətidir, müzakirə etmə.
və bundan sonra heç kim bir şey edə bilmədi. O gecə saat 11-də Sürət Hüseynov komanın içinə düşdü. Mədə qanaxması dayanmadı. Qan təzyiqi kəskin düşdü. Bədən orqanları oksigen aclığından işləməyi dayandırmağa başladı. Səbinə və Emin onun yanında oturdular. Onun əlini tutdular. Və onlar gördülər necə onun nəfəsi yavaş-yavaş azalır. Səbinə deyir, atam komadaydı, amma mən düşünürəm ki, o hiss edirdi bizi. Çünki mən ona dedim, biz səni sevirik, əbədi sənin qızın və oğlunam. Və o məqamda onun əli mənim əlimdə biraz sıxıldı. Bəlkə təsəvvürdür, amma mən inanıram ki, o eşitdi. Saat 12-də Sürətin nəfəsi dayandı. Ürək monitoru düz xətt göstərdi. Həkimlər reanimasiya cəhd etdilər, amma o qayıtmadı. Saat 12:32 dəqiqədə rəsmi olaraq ölüm təsdiqləndi. Sürət Hüseynov 64 yaşındaydı. O gənc ölmədi, amma yaşlı da ölmədi. O, orta yaşda ölən kişidir, hansı ömrünün yarısını hakimiyyət və müharibə içində, yarısını həbs və təcrid içində keçirib. Onun bədəni qanaxmadan öldü, amma həqiqətdə o çoxdan ölüydü. Ruhu ölüydü, iradəsi ölüydü, ümidi ölüydü. Onun son gecəsi sadəcə bədənin ruhun arxasınca getməsi idi. Ertəsi gün, iyulun 30-da, Səbinə və Emin qərar verməli idilər. Atalarının cəsədini İstanbulda yandırıb külünü saxlamaq, yoxsa Azərbaycana göndərib torpaqda dəfn etmək. Sürət vaxtı ilə dəftərində yazmışdı. Məni Gəncədə dəfn edin, doğulduğum torpaqda. Buna görə ailə cəsədi Azərbaycana göndərdi. Avqustun 1-də cənazə Gəncəyə gəldi və avqustun 2-də dəfn olundu. Dəfn mərasimi kiçik oldu. Yalnız ailə üzvləri və 4-5 yaxın dost. Heç bir rəsmi nümayəndə gəlmədi. Heç bir hərbi fəxri qarovul olmadı. Heç bir dövlət bayrağı örtülmədi. Sadəcə oddi dəfn, ağ kəfəndə bükülmüş bədən, torpaq qəbir, qısa dua, xudahafizlik. Səbinə deyir, mən gözlədim ki, bəlkə kimsə gələcək. Bəlkə keçmiş əskərləri, bəlkə kimin üçün döyüşdü, onlar gəlib hörmət göstərəcəklər. Amma heç kim gəlmədi. Və mən o məqamda başa düşdüm ki, tarix atamı artıq unudub. O artıq keçmişdi. Artıq kölgədir. Artıq rəqəmdir. Bu ən acı həqiqətdir. Sürət Hüseynov həyatda çox insanın taleyinə təsir etdi. Amma ölümdə heç kim onun taleyini qeyd etmədi. O, səskü ilə gəldi, sükutla getdi. Qəbri bugün Gəncə şəhərinin kənar məzarlığında, harda adi insanlar dəfn olunur. Məzar daşı sadədir. Ad, doğum və ölüm tarixi. Heç bir rütbə, heç bir unvan, heç bir fəxri söz. Səbinə hər il bir dəfə Azərbaycana gəlib atasının qəbrini ziyarət edir. Və o deyir, mən oraya gedəndə hiss edirəm nə qədər kiçikdir bu son yer. Bir vaxtlar tankları idarə edən, orduları komandanlıq edən, hökuməti rəhbərlik edən adam indi 2 metr torpaq altında və heç kim xatırlamır. Bu həqiqət heç də dəhşətli deyil. Bu sadəcə universal insani həqiqətdir. Hamımız gedəcəyik. Hamımız torpağa qayıdacağıq və tezliklə hamımız unutulacağıq. Yalnız yaxınlarımızın xatirəsində qalacağıq. Amma Sürət Hüseynov unutulmalıdırmı? Yoxsa onun hekayəsi bizə nəsə öyrədə bilər? Hakimiyyətin qiyməti, xəyanətin anatomiyası, sistemin necə adamları istifadə edib atması haqqında. İyulun 31-dən bir gün sonra, avqustun 1-də, Sürətin dəfnindən bir gün əvvəl Bakıda bir hadisə baş verdi, hansı heç bir mətbuat mənbəyi əks etdirmədi. Daxili İşlər Nazirliyinin binasının 3-cü mərtəbəsində, arxiv şöbəsində, gecə növbətçi mühafizəçi gözlənilməz şəkildə
odun çıxdığını gördü. Od kiçik idi, yalnız bir kabinetdə. Kabinet nömrə 314. Harda keçmiş məhbusların şəxsi işləri saxlanılırdı. Yanğın söndürənlər tez gəlib odu söndürdülər. Amma kabinetdəki bir neçə dosye tamamilə yandı. Nazirlik rəhbərliyi araşdırma apardı və qərara gəldi. Elektrik qısa qapanması, təsadüf. Amma arxiv işçilərindən biri sonradan qeyd etdi ki, yanmış dosyelər arasında Sürət Hüseynov fondu da var idi. Dosya nömrə SH 1994A, hansı onun həbs dövrü tibbi qeydlərini, şahid ifadələrini və zənn edilir ki, məhkəmə prosesinin gizli audio yazılarını ehtiva edirdi. Bu təsadüfdürmü? Yoxsa kimsə məqsədli şəkildə Sürətin son izlərini yox etmək istəyirdi? Bir ay sonra, avqustun sonunda, başqa qəribə hadisə. İstanbul xəstəxanası, harda Sürət son gecəsini keçirdi, öz tibbi arxivində sistem uğursuzluğu yaşadı. Məlumat bazası korrupsiyaya uğradı və bir neçə xəstənin tibbi kartları itdi. Onlardan biri Sürətin kartı idi. Xəstəxana IT xidməti bərpa cəhd etdi. Amma məlumatlar bərpa olunmadı. Rəsmi izah, texniki xəta. Amma bu texniki xəta dəqiq Sürətin ölümündən 3 həftə sonra baş verdi və dəqiq onun kartını sildi. 2 təsadüf ola bilər. Amma bu 2 təsadüf birgə düşündükdə bir patern yaradır. Kimsə Sürətin rəsmi mövcudluğunu yox edir. Hər sübutu silir, hər izi örtür. Ancaq bütün sübutları silmək mümkün deyil. Çünki sübutlar yalnız kağızda və kompüterdə yox, insanların beynində və xatirəsində də var. Və insanlar danışır. Yavaş-yavaş, ehtiyatla, amma danışır. 1023-cü ilin sonunda, Sürətin ölümündən 4 ay sonra internet forumlarında qəribə mesajlar peyda olmağa başladı. İstifadəçilər adsız adlarla yazırdılar. Mən Qubadlı həbsxanasında növbətçi idim 1999-da və mən bildiyim şeyləri danışmaq istəyirəm. Və ya, mən 1993 ildə Gəncə qərargahında işləyirdim və sizə deyə bilərəm ki, rəsmi versiya yalan. Bu mesajlar tez moderatorlar tərəfindən silinirdi. Amma skrinşotlar yayılırdı və məlumatlar davam edirdi. Bir mesajda yazan şəxs iddia edirdi ki, Qubadlı həbsxanasında Sürətə müntəzəm şəkildə yuxu gətirən dərmanlar verilirdi, hansı tibbi qeydlərdə göstərilmirdi. Bu dərmanlar onun psixikasını tutulmuş saxlayırdı. Onu durğun vəziyyətdə saxlayırdı ki, o üsyan etməsin və məhbusları təşkilatlandırmasın. Başqa mesajda başqa şəxs iddia edirdi ki, Gəncə qiyamından əvvəl Sürətə Bakıdan gizli görüşə gələn şəxslər var idi. 3 adam, silahlı qvardiya ilə. Və onlar Sürətlə qapalı otaqda 6 saat danışdılar və bu danışıqdan sonra qiyam planı formalaşdı. Kim bu 3 nəfər idi? Mesaj dəqiqləşdirmirdi, amma ipucu verirdi. Onlardan biri indi nazirdir, digəri iri şirkət başçısıdır, üçüncüsü xaricdə yaşayır. Bu iddiaları təsdiqləmək mümkün deyil, amma onları tam inkar etmək də mümkün deyil. Çünki Sürətin hekayəsində çox boşluqlar var. Boşluqlar, hansı rəsmi versiya izah etmir. Məsələn, necə Sürət 1984-cü ildə Şəkidəki yun sıralayan işçidən 8 il sonra polkovnik və ordu komandanına çevrildi. Rəsmi versiya deyir, Qarabağ müharibəsi başlayanda o könüllü qoşuldu, döyüşlərdə bacarıq göstərdi, tez irəlilədi. Amma bu izahat çox səthi. Sovet və postsovet ordu sistemində rütbə irəliləməsi çox bürokratik prosesdir. Sən bir gecədə polkovnik ola bilməzsən. Hərbi məktəb bitirməli, xidmət ili toplamalı, imtahan verməli, tövsiyə almalısan. Sürət bunların heç birini etmədi. O sadəcə birdən-birə komandan oldu. Bu o deməkdir ki, kimsə ona rütbəni verdi. Rəsmi yox, qeyri-rəsmi şəkildə. Və bu kimsə çox yüksək mövqedən olmalı idi. Həmçinin başqa sual. 1993 ildə iyun qiyamı necə bu qədər sürətlə və effektiv təşkil olundu?
Qiyam 4 gün çəkdi və 4 gün ərzində sürətin qüvvələri Gəncədən Bakıya hərəkət etdi. Bütün yol postlarını ötdü. Heç bir ciddi müqavimət görmədən paytaxta çatdı. Bu qeyri-real görünür. Əgər hökumət qüvvələri qiyamı dayandırmaq istəsəydi, onlar dəmir yolu partlada, körpüləri dağda, yolu bloklaya bilərdilər. Amma etmədilər. Niyə? Çünki bəlkə onlara göstəriş verilmişdi. Müdaxilə etməyin, qoyun sürət gəlsin. Və bu göstərişi verən şəxslər mərkəzdə, Bakıda oturan şəxslər idilər. Hansı sürəti gətirmək istəyirdilər ki, köhnə hökuməti devirsinlər və özləri gəlsinlər. Bu versiyaya görə Sürət Hüseynov heç vaxt müstəqil aktor olmayıb. O alət olub. Çox güclü, çox görünən, çox səs-küylü alət, amma yenə də alət. Və alət bitəndə onu atırlar. Sürət bitdi 1994-cü ilin oktyabrında. Atıldı 1997-ci ildə ekstradisyon zamanı. Təmizləndi 1999-cu ildə məhkəmə zamanı. Və tam silinmə cəhd edildi 1023 ildə ölümündən sonra. Ancaq hər silməyə baxmayaraq izlər qalır. İzlər insanlarda qalır. Xatirələrdə, travmalarda, peşmançılıqlarda, qorxularda. Səbinə bir dəfə dedi. Atamın ölümündən sonra mən çox düşündüm. Nə üçün o heç vaxt tam həqiqəti demədi? Nə üçün o sırları özü ilə apardı? Və mən başa düşdüm. Çünki o bizim qorumaq istəyirdi. O bilirdi ki, əgər həqiqət çıxsa, biz də təhlükədə olacağıq. Buna görə o sustu. Və bu susqunluq onun son məhəbbət jesti idi. Xəyanətə görə peşmançılıq deyil, ailəsinə qayğı. Bəlkə bu belədir. Bəlkə Sürət Hüseynov öz sirləri ilə qəbrə getdi təkcə özünü yox, sevdiklərini də qorumaq üçün. Bəlkə o bilirdi ki, bəzi həqiqətlər çox təhlükəlidir ki, yaşasınlar. Və bəlkə indi, onun ölümündən 2 il sonra biz heç vaxt bilməyəcəyik, həqiqətən nə baş verdi 1993-də? Həqiqətən kim onu istifadə etdi? Həqiqətən nə üçün o unudulmağı seçdi? Amma bir şey aydındır. Sürət Hüseynov sadəcə ad deyil, o simvoldur. Hakimiyyət oyunlarının qurbanı, sistemin məhsulu, tarixi travmanın daşıyıcısı. Və onun hekayəsi bitməyib. Çünki hekayələr heç vaxt bitmir. Onlar sadəcə dəyişir, formasını dəyişir. Yeni nəsillərdə yeni suallar doğurur. Və bəlkə bir gün kimsə tapacaq o yandırılmış dəftərlərin içində yazılan sözləri. Bəlkə bir gün kimsə açacaq o silməmək qərarı ilə gizlədilmiş arxivləri. Bəlkə bir gün həqiqət çıxacaq. Amma o günə qədər Sürət Hüseynov qalacaq o kim idi? Dəhşətli və acınacaqlı, güclü və çarəsiz, xatırlanan və unutulan. Və biz, onun hekayəsini danışanlar yalnız bir şey edə bilərik. Xatırlamaq. Çünki xatırlamaq tarixə hörmətdir.